hadisədən necə məlumat tutdunuz ki, adam dünyasında? İşə çıxmamışdı ona görə. İşdən zəng eləyiblər, soruşdular ki, bu işə gəlməyib. Ona görə gəldilər. Onda tək yaşayırmış burada? Ha, tək yaşayırdı, subay idi. Sumqayıtda 33 yaşlı kişi dəm qazdan boğularaq ölüb. Hadisə şəhərin 52-ci məhəlləsində Duzlaq küçəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. 1993-cü il təvəllüdlü Amil Qarayevin hamam otağında olarkən dəm qazından boğulduğu bildirilir. O ilə hadisə yerindəcə keçinib. Qonşuların verdiyi məlumata görə oğlan burada tək və kirayədə yaşayırmış. İş yoldaşları onun işə gəlmədiyini görüb telefonuna zəng ediblər. Onun telefona cavab vermədiyini bildikdən sonra ailəsinə məlumat verilib. Elə ölüm hadisəsi də bundan sonra müəyyənləşib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır. Amma oğlan özü çox belə sakit, belə sadə oğlan idi. Heç kiminlə də iş olmazdı. Ailəli idi oğlan? Yox, subay idi. Neçə yaş olardı təxminən? Təxminən də 35-38.